deyirlər ki, çöldəki şeylər çəksən, zibilli eşsən, nə bilim, neyinsən. İndi o çeviyin zadın yayınına da qoşulanlar deyir də. O çeviyi izləyib, çeviyi əsən yazanlar. Bu masa girsin sizin anavızın götünə. Bu yazılıb ki, free steel work, yəni hal-hazırda işləyir. Bu o deməkdir. Begovoy daroşkadır, görə bilərsiniz. Və üzərində yazılıb işləyir. Bu o deməkdir ki, bunun qiyməti ən azı 200-300-400 dollardır, nə qədərdirsə işləyir bu. Yəni işləməyəndə normalda bunun kabelində kəsirlər. Normalda işləməyən bir şeylərin kabelini kəsirlər. Bax, bu girsin sizin anavızın, arvadınızın götünə. Azərbaycanda maykavızı belə yandırana qədər istifadə edirsiniz. Azərbaycanda tumanınızı, corabınızı belə yandırana qədər istifadə edirsiniz. Ay anavızı sikdiyim, bu zibillidir. Bu çəkdiyim küçə zibillidir. Hər yerdə bir şey qoyublar. Hər yerdə bir şey qoyublar. Orada uşaqlar üçün ayaqqabı qoyublar. Burada bir şey qoyublar. Hər yerdə bir şey qoyublar. Baxın, hər yer. Bu toyuq oyuncağı var ha, girsin anavızın götünə. Bax, görürsünüz, hər yerdə velosiped üçün şey qoyublar, oturacaq qoyublar, ayaqqabı qoyublar. Burada uşaqlar üçün istifadə eləmədiyi ayaqqabıları qoyublar. Bax, anavızı sikim. Bu haradır? Bu zibilli eşməkdir. Sizin bacınızı sikim. Cəmaatın istifadə olunmuş tumanın lalafodan alırsınız. Bunlara zibilli deyirsiniz siz. Gicdillaqlar. Böyük uşağı məktəbdən gəlməyini gözləyirsiniz ki, balaca uşaqsa ayaqqabı geyindirəsiniz.